eşidən hər kəsə. Birini özüm yazıb yarattım nəsə. Kasıb uşağam, həm də sadə oğlanam. Min bir əziyyət görən bir insanam. Yaşım tamam, hər bir hissədə oldum. Mən Maladoy 3 ay Gəncədə oldum. Düşündükcə gəlirəm özüm ilhama. Bölünmələr oldu, düşdü yağdama. Hər insana onun əzizdir eli. 2016-cı ilin apreli. Bunun həmişə arzusunda qalmışam. Mən apreldə döyüşlərdə olmuşam. Cavan yaşımda çəkmişəm əziyyəti. Elə ki başa vurdum hər bir xidməti. Düz 5 ildə keçdi ömür müddəti. Sözüm çoxdur, uzatmıram söhbəti. Gəldi mənə o gözlənilməz xəbər. Vətənə xidmət etməlisən müxtəsər. Mən də hər bir sıralarına qoşuldum. Ağcabəddə bir neçə müddət oldum. Keçirdirdi ordum hər bir yürüşlər. Həmin vaxtı başlamışdı döyüşlər. Sonra Cəbrayılda olundu xidmət. Qubadlıda döyüşdük neçə müddət. Çətinliklər olsa da başa vurduq. 44 günü bizdə yaddaşa vurdu. Döyüşdü hər elinə bağlı igidlər. Döyüşdə verdik nə qədər şəhidlər. Şəhidlərin ruhuna rəhmət olsun. İnşallah yerləri cənnət olsun. Çətinliklə döyüşlər belə getdi. Bizim də arzularımız yelə getdi. Mən də kasıblıq həyat sürmüşəm. Nə yaşamışam mən, nə də gün görmüşəm. Salam olsun qazilər, veteranlar. Bizi bizdən başqa miyər kim anlar? Dinləyəcək bunu da silahdaşlarım. Siz də mənim dəyərli qardaşlarım. Kasıblardı doyub can Qarabağda. Döyüşmüşük axıra can Qarabağda. Qədrimiz bilinmədi day neyniyək. Xalqımızın canı sağ olsun deyək. Amma ki mən ölməmişəm sizə görə. Rəvayətmi söyləmişəm sizə görə. Bir iki kəlmə yazıb şeiriyyatımdan. Qısa da olsa danışdım həyatımdan.